Bu ay bax, əxlaqın gözəlləşdirmə ayıdır. Orucun ruhu budur. Oruçdan əsas məqsəd insanın gözəl əxlaqi dəyərlərlə əxlaqlanmasıdır. İlahi dəyərləri mənimsəyib, ilahi dəyərlərlə yaşamasıdır. Oruc mələklərə iqtida etməkdir. Mələklər nə cür varlıqlardır? Əmir əl-Mömin əleyhissalam buyurur ki, Allah Teala mələkləri yaratdı, onlara ağıl verdi, şəhvət vermədi. Heyvanatı yaratdı, heyvanata ağıl vermədi, şəhvət və digər hisslərin hamısını verdi. İnsanı yaratdı, insana hər ikisini verdi. Və insanı şərəfləndirdi. İnsan əgər ağlı, nəfsani istəklərinə, şəhvətinə hakim olarsa, mələkdən yüksəyə qalxar. Yox, insan ağlını nəfsinin quluna çevrilərsə, mələkdən aşağı düşər. Mələklər şəhvətdən kənar, yemədən, içmədən Allahı zikr edib ibadət edər. Orucda biz onu mələklərə iqtida edirik. Yemirik, içmirik, şəhvət hisslərindən imtina edirik, bunlara yox deyə bilirik və Allahımızı ibadət edirik. İstəyirik mələklərə bənzəyək. Ona görə də orucun əsas qayəsi, məqsədi insanın bax o ilahi əxlaqla əxlaqlanmasıdır. Əxlaq bütün peyğəmbərlərin əsas dəvəti olubdu. Bütün peyğəmbərlər əxlaqa dəvət eləyiblər. Necə ki, tohidə dəvət eləyiblər, eləcə də əxlaqa dəvət eləyiblər. Çünki tohidin özünü biz araşdırsaq, baxsaq, incəliyinə kimi baxsaq, görəcək ki, tohid əməli əxlaqdır. Tohid özü əməl əxlaqdır. Və eyni zamanda əxlaqa da diqqətlə baxsaq görəcək ki, elə nəzəri tohid də bunun içərisindədir. Bir-birinə sırf bağlı məsələ. Çünki əxlaq təkcə bunu düşünməyə, bu olar, bu olmaz bundan ibarət. Yox. Olar, olmaz təkcə bundan ibarət deyil. Əxlaq daha yüksək bir məsələdir. Əxlaq insanın özünü arındırması, saflaşdırması, insanın gəldiyi mənbəyə doğru seyr etməsidir. İnna lillahi və inna ileyhi raciun. Hamımız Allah'ın və hamımız Allah'a doğru dönəcəyik. Bax, Allah'a doğru seyirdir. Bu seyirdə sən nə qədər arına bilirsənsə, maddi tərəfdən imtina bağlılıqlardan qurtula bilirsənsə, yerə bağlılıqdan qurtula bilirsənsə, bioloji varlıqlarından, bağlılıqlarından qurtula bilirsənsə, bəşəri acizliklərindən qurtula bilirsənsə, ki, bunların hamısını diktəsindən çıxa bilirsən, iradən, sənin iradən bunlara diktə eləyir, sənin ruhun cismə diktə eləyir. Bu cür olur ha. İnsanın ruhu böyük olanda cisim ona tabi olur. Amma ruh cılız olanda ruh cismə tabi olur.